Payızın gəlişi ilə Bakıda avtobusda, metroda, ictimai yerlərdə tez-tez öskürən, asqıran insanlarla qarşılaşırıq. Sosial şəbəkələrdə də insanlar yeni virusun yayılması ilə bağlı paylaşımlar edirlər. Bununla yanaşı bir sıra ölkələrdə COVID-19-un yeni ştamlarının yayılması barədə xəbərlər də vətəndaşlar arasında narahatlıq doğurur. Lakin əsas sual budur ki, ölkəmizdəki yoluxmalar COVID-19-un yeni ştamıdırmı? Hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun tutulması, burun axması kimi əlamətlərlə seyr edən belə deyək, xəstəlik yayılır. Müşahidələr göstərir ki, bu hazırki dövr üçün qanunauyğun bir prosesdir. Yəni həmişə hər il bu dövrdə kəskin respirator virus infeksiyalarının sayı artır. Bəs bu koronavirusun bir növüdür, yoxsa adi bir infeksiyadır? Xeyr, koronavirusun növü deyil. Sadəcə olaraq bu kəskin respirator virus infeksiyalarıdır ki, hər il bu təkrarlanır və keçən illə müqayisədə də bu yoluxma hallarında artım müşahidə olunmur. İnfeksionist Təyyar Eyvazov bildirir ki, kəskin respirator virus infeksiyalarından qorunmaq üçün xəstələnmiş şəxslərin vaxtında aşkar edilərək kollektivdən müvəqqəti uzaqlaşdırılması, otaqların tez-tez təmiz havaya çıxarılması, qapalı məkanlarda toplaşmalar zamanı maska istifadəsi, əl gigiyenasına ciddi riayət olunması vacibdir. Bundan əlavə sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, açıq havada fiziki aktivliyi təmin etmək və immuniteti yüksək səviyyədə saxlamaq önəmlidir. Dəyişkən hava şəraitində uyğun geyim seçimi də yoluxma riskini azaltmağa kömək edir. Risk qruplarına daxil olan şəxslərə isə qripə qarşı vaksinasiyanın tətbiq olunması ciddi tövsiyə olunur. Rəbiyyə Əhmədova, Əskər İbrahimli, APA TV.